Salam əziz yoldaşlar. Sizinlə biz 13 apreldə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu sinif buraxılış sualların izahına baxacağıq. Deməli, qrammatika suallarının izahı kanalda paylaşıb, istəyənlər baxa bilər. İndi təlaş mətninin izahına baxacağıq. Mətnlə tanış olmayanlar videonu saxlayıb, mətni oxuyub suallara baxa bilər. Keçək suallara. Deməli, 37-də mətndə altından xətt çəkilmiş sözlər hansı cümlələrdə kontekstdəki mənada işlənmişdir? Deməli, altından xətt çəkilmiş söz hansıdır? Mədəndə işləyən sözüdür. Çalışan yəni mənasında. Qoltuqların altından bağladıqdan sonra durmuş qızın, deməli, ipi bağlamaq. Aydındır mənalar. Deməli, yazıcı əsərdəki həm müsbət, həm də mənfi sürətlə diqqətlə işlənmişdir. Xeyr, bu eyni mənada deyil. Çalışma mənasında deyil. Tarlada qızmar günün altında işləyən. Bəli, bu işləmə ilə mətndəki işləmə eynidir. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh bağladılar. Bu ipi bağlamaq mənasında deyil. Başını qaldırıb saata baxdı da 3-ə 15 dəqiqə işləyirdi. Bu işləməkdə o işləmə mənasında deyil. O özü ilə gətirdiyi ipi qonur atın boynuna bağladı. Bəli, bu bağlamaq eyni mənadadır. Cavab olur A variantı 2-5. Hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Pisə sahib olmaqdasa yaxşını gözləmək sərfəlidir. Mətnlə əlaqəsi yoxdur. Çalışmaq, həyat düşünmək isə işıqdır. Xeyr, lovğalıq insanların qəlbindəki bütün yaxşılıqları yox edən güclü zəhərdir. Bunun da mətn məzmununa əlaqəsi yoxdur. Təhlükəni heçə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Bəli, bunu elə mətnlə əlaqələndirmək olar. Cəsarətin heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. 5-i də götürmək olar. Cavab olur B variantı. Mətnə aid plan bəndini hesab edilə bilməz. Ananın yalvarışları var idi. Hesab edilə bilər. Ağır yaralanan Lalə yaralanmamışdı. 3-ü götürmürük. Yəni 3-ü götürəcəyik ki, plan bəndi hesab edilməz. Balaca qızın çarəsizliyi var idi. Bəli, quyuda idi. 2-ni çıxırıq. Mənzərin xəcaləti. Bəli, xəcarət çəkdiyini görürük. Cəmaətin təşəkküründən sonra Hikmətin tərəddüdü. Hikmət tərəddüd eləmir axı. Hikmət elə deyək, quyuya düşmək istəyir. Cavab olur 3-5, yəni A variantı. 40-da səbəb nəticə. Mənzərin qəzəblənməsinin səbəbi nə idi? Lalənin anasının kömək üçün mənzərə müraciət etməsi deyil. Zirək oğlan uşağı axtarışından olan fəhlənin Hikmətdən kömək istəməsi xeyir. 2-də çıxırıq. Hikmətin Laləni xilas etmək üçün quyuya düşmək istəməsi, bəli, mənzərin qəzəblənməsinə səbəb olur. 3-ü götürürük. Lalənin anasının mənzərə təşəkkür etməsinin səbəbi Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi. Bəli, elə 4-ü götürəcəyik. Cavab olur 3-4, yəni E variantı. 41-də mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Özünü itirmiş halda. Cavan bir qadın özünü itirmiş halda. Özünü itirmək məcazi mənadadır. Çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. 1-i götürürük. Həqiqi mənadadır. Xeyr, çıxdı. Məcazi mənadadır. Özündən çıxmaq ifadəsinin qarşılığı ola bilər. Xeyr. 3-ü də çıxırıq. Cavabımızın biri 1-dir. Sonra o birisi ifadə hansıdır? Acığı tutdusa, acığı tutmaq həqiqi mənada deyil. 4-ü çıxdıq. 5 məcazi mənadadır. Cin atına minməkdir. Bəli. 5-i də götürürük. Cavab olur 1-5, yəni E variantı. Mətnə əsasən obrazlarla bağlı doğru fikirlər müəyyən edin. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir. Bəli, doğrudur. Mənzər istənilən vəziyyətdə oğlunu arxa durur, onun qərarını dəstəkləyir. Xeyr, deyə bilmərik. Hikmət cəsarəti və balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Bəli, 3-ü də götürməliyik. 1-3. Birisinə olan elə A variantıdır. Yenə də baxaq. Mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Bəli. 1-3-4. Əvvəldə rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarsa məzmuna xələl gəlməz. Deməli, baxırıq cümlələrə. Balaca Hikmət köhnə bir quyunun yanında adamların toplaşdığını görüb dedi. Ana gəl gedək görək orada nə olub. Bunu çıxara bilmərik. Bu cümləni çıxara bilmərik. 2-yə baxırıq. Xoşbəxtlikdən quyu dərin deyildi. Bu 2-ni rahatlıqla çıxara bilərik. Yəni çox da bir əhəmiyyəti yoxdur. Mədəndə işləyən cavan bir fəhlə quyuya kəndir salladı. Quyuya baxa-baxa dedi. Dedidən sonra cümlə gəlir. Yəni bu çıxarsaq uyğunsuzluq olar. 1-i 2 oldu. Mənzərin acıq tutsa da bir söz demədi. Hikmətin belinə kəndir bağlayıb quyuya saldılar. Bu 4-ü rahatlıqla çıxara bilərik. 2, 4, 5. Mənzər tutulmuşdu. Hamı onlara yaxınlaşıb razılıq edirdi. Bilmirdi ki, adamların təşəkkürünə necə cavab versin. Və burada mənzər tutulmuşdu cümləsi olmasa, bu sonradan gələn cümlənin bir belə deyək də əlaqəsi olmayacaq. Cavab oldu 2-4, yəni A variantı.
44-cü sual mətnə və cədvələ əsasən uyğun fikirlər müəyyən edin. Mənzər Hikmətin təşrifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutulur. Bəli, doğrudur. Lalənin anasının çarəsizliyini başa düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Xeyr, 2 yanlışdır. Ya 3-ə baxırıq. Camaatın quyuya düşən uşağa laqeyd münasibəti Mənzəri qəzəbləndirir. Yanlışdır. Cavab olur 1-3, yəni C variantı. Sağ olun.